Salam əziz həmkarlar. Təlim strategiyaları, texnika və üsullar. Birinci üsulumuz beyin həmləsi. Beyin həmləsi üsulunun digər adı da əqli hücum deməkdir. Bu üsul 1953-cü ildə Amerikan psixoloqu Osborn tərəfindən irəli sürülmüşdür. Bu üsul adətən qrup şəklində, fərdi şəkildə və daha çox qrup şəklində aparılır. Əlavə olaraq bu üsulda strukturlu və struktursuz, əks düşüncəli qrupla beyin həmləsi və fərdi beyin həmləsi də ola bilər. Bu üsul necə tətbiq edilməlidir? Müəllim bir mövzunu, problemli situasiyanı şagirdlərə təqdim edir. Yəni, hər hansı bir problemli situasiyanı şagirdlərə təqdim edirsiniz. Şagirdlər ağıllarına gələn ideyanı, mümkün həll variantlarını, ona uyğun assosiya və sözləri ortaya atırlar. Və burada müəllim hər bir fikri mümkün həll yolu kimi baxmalıdır. Yəni, şagird fikir söylədikdə sən yanlış söyləyirsən, olmaz. Bu kimi cümlələrdən istifadə etmək olmaz. Beyin həmləsi üsulu şagirdlərdə hansı bacarıqları formalaşdırır? Müəyyən situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərarlar vermək, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək, yaradıcı təfəkkürü stimullaşdırmaq, şagirdlərdə özünə inam hissini stimullaşdırmaq, həmçinin insanlar arasında əlaqələri yaxşılaşdırmaq, şəxsi ifadə tərzlərini istiqamətləndirmək, müstəqil düşüncəni inkişaf etdirmək. Beyin həmləsi üsulu həm qrup şəklində, həm də fərdi şəkildə aparıla bilər. Daha sonra Venn və Euler diaqramı. Ümumilikcə bu ikili Venn diaqramı var, bir də üçlü Venn diaqramı var. Əsasən Euler-Venn diaqramından riyaziyyatda məntiq məsələlərinin, çoxlu məsələlərin həlli üçün düşünülmüş üsuldur. Bu necə tətbiq olunur? Hər hansı bir mövzu götürürük. Məsələn, misal üçün tutalım ki, bura faktoloji bilik yazılır, bura konseptual bilik yazılır. Bu hissəyə göy rənglə verilmiş faktoloji biliklərin xüsusiyyətini qeyd edəcəksiniz. Narıncı rənglə də verilmiş konseptual biliyin. Bu kəsişən hissədə də hər ikisinin ortaq xüsusiyyətlərini qeyd edirsiniz. Və ya üçlü Venn diaqramına baxırıq. Məsələn, bura olsun faktoloji bilik, bu prosedural bilik, bu da konseptual bilik. Diaqrama diqqətlə baxın. Bax, bu çəhrayı rənglə verilmiş hissədə faktoloji biliyin xüsusiyyətlərini yazacaqsınız. Bu mavi rənglə verilmiş hissədə prosedural bilik, bu hissədə də konseptual biliyin özünə aid olan xüsusiyyətləri qeyd edirsiniz. Daha sonra kəsişməyə baxırsınız. Məsələn, kəsişmələri gəlin işarə eləyək. Tutalım, bura olsun 1, bura 2, bura 3, bura 4. Və bura oldu faktoloji, prosedural, konseptual. Məsələn, birinci kəsişməyə baxırsınız ki, faktoloji ilə konseptualın kəsişməsidir iki diaqramın. Deməli, birə faktoloji ilə konseptualın ortaq xüsusiyyətini yazırsınız. İkinci kəsişməyə baxırsan ki, həm faktolojinin diaqramından düşüb, həm proseduralın, həm konseptualın. Deməli, üçünün ortaq xüsusiyyətini yazırsınız. Üçüncü kəsişmədə konseptualla proseduralın diaqramı kəsişib, bu ikisinin ortaq xüsusiyyətini yazırsınız. Dördüncü kəsişmədə də faktoloji ilə proseduralın diaqramı kəsişib, burada bu ikisinin ortaq xüsusiyyətini yazırsınız. Yəni, kəsişmə hissədə ortaq xüsusiyyətlər qeyd olunur. Şagirdlərdə formalaşdırdığı bacarıqlar, biliklərin aktuallaşması, təhlil bacarığının inkişafı, dəyərləndirmə bacarığının inkişafı, əsaslandırma bacarığının inkişafı. Sonra gəlir Sokrat dialoqu. Sokrat dialoqu sual-cavab texnikası, yadınızda saxlayın. Sual-cavaba əsaslanan strategiyalardan biridir. Bu strategiyanın əsas iş prinsipi suallardan verilən cavablara yeni sual çıxarılmasıdır. Məsələn, deyirəm ki, biliyin neçə növü var? Deyirsiniz ki, 4 növü. Faktoloji, prosedural, konseptual, metakognitiv. Bu sizin cavabınızdır. Qayıdıb deyirəm, bəs faktoloji bilik nədir?
Sizin cavabınızdan sizə yeni sual verdim. Bax, Sokrat dialoqu budur. Necə tətbiq edilir? Əvvəlcədən keçiriləcək mövzuya uyğun əsas suallar aydın formada yazılır. Açıq suallar yazılır. Sual şagirdlərin səviyyələrinə uyğun tərtib olunur. Sualı səsləndirdikdən sonra şagirdlərə 5-10 saniyə düşünmə vaxtı verilir. Müzakirədən kənar çıxmamaq üçün diqqətli olmaq lazımdır. Kənara çıxma baş verdiyi halda şagirdin diqqətini yenidən mövzuya yönəldir. Şagirdlərin cavabları diqqətlə dinlənilir. Vaxtaşırı müzakirələr ümumiləşdirilir və müzakirəyə mümkün qədər çox şagird cəlb edilməlidir. Burada şagirdin rolu nədən ibarətdir? Müraciət olunduqda çətinmədən öz fikrini bildirməlidir. Verilən sualı mümkün qədər dəqiq və aydın ifadə etməlidir. Cavabı bütün sinifə ünvanlamalıdır. Müzakirə prosedurlarına riayət etməlidir. Sinifdə vaxtdan effektiv istifadə etmək üçün suallara mümkün qədər yığcam və lakonik cavablar verməlidir. Qızıl dairə üsulu 3N əsasən qızıl dairə modelindən problem həll etmədə, dinləyib anlama, oxuyub anlama bacarığının formalaşdırılmasında, layihələrin hazırlanmasında istifadə edilən olduqca səmərəli təlim üsuludur. Həmçinin bu model ünsiyyət texnikasıdır. Yəni bundan əlavə ideyalarımızı qruplaşdırmaq, daha sonra kommunikasiya məzmununun strukturunu effektiv şəkildə qurmaq üçün istifadə edilə bilər. Şagirddə hansı bacarıqları formalaşdırır? Məntiqi təfəkkür, problem həll etmə, dinləyib anlama, tənqidi təfəkkür, oxuyub anlama, əsas fikri müəyyənləşdirmə, yaradıcı təfəkkür, informasiyanı qəbul etmə və ötürmə. Proqnozlaşdırma üsulu nədir? Bu daha çox dil ədəbiyyat dərslərində istifadə olunur. Şagirdlərin təxəyyülünü işə salmağa imkan verən bir üsuldur. Bu necə tətbiq edilir? Bir əsər verilir və əsər yarıda kəsilir. Şagirdə deyir ki, əsəri öz variantlar əsasında davam etdir. Yəni əsərin adına görə məzmun müəyyənləşdirir. Sizcə hadisə necə inkişaf edəcək? Şagird artıq hadisənin necə inkişaf edəcəyini özü yazır. Və şagirddə hansı bacarıqlar formalaşır? Tənqidi, məntiqi, yaradıcı təfəkkür, təhlil etmə bacarığı, bir də dəyərləndirmə bacarığı. Daha sonra ziqzaq üsulu. Bu üsul böyük mətnin qısa zaman müddətində şagirdlərə mənimsədilməsi baxımından məqsədə uyğun üsullardandır. Həmçinin problem həll etmə bacarığını inkişaf elətdirən üsul kimi istifadə olunur. Burada iki qrup olur. Bir doğma qrup olur, bir ana qrup olur. Yəni əsas doğma qrupumuz var. Doğma deyəndə yəni əsas qrupumuz, ana qrupumuz, bir də köməkçi qrup adlarını dəyişik dedim, üzr sayın. Deməli burada bir ana qrup olur, bir də köməkçi qrup olur. Məsələn, ana qrupu 4 dənə qrupa bölürük. 1, 2, 3, 4 tutalım. Hər qrup üzvləri 1, 2, 3, 4 sayırlar. 4 dənə qrupdur, 4 dənə üzv var hərəsində. Hərəsi 1, 2, 3, 4 sayırlar, 1, 2, 3, 4 sayırlar. Sonra 1 deyənlər bir qrupa toplanır, 2 deyənlər bir qrupa, 3 deyənlər bir qrupa, 4 deyənlər bir qrupa toplanır. Bunlar oldu köməkçi qrup. Və biz mətnləri ziqzaq formasında paylayırıq və şagird başlayır mövzuya uyğun hissələri öyrənməyə. Yəni qısa zaman müddətində böyük mətni öyrənirlər. Yarısın, məsələn, köməkçi qrup bir rəqəmində yığılanlara veririk. Yarısın 2-yə, yarısın 3-ə, yarısın 4-ə. Və o formada öyrənib bitirəndən sonra artıq hərə öz əvvəlki qrupuna dağılır, ana qrupuna gəlir və uzun mətni qısa zamanda uzun bir mətni qısa zamanda öyrəndilər. Sonra hər kəs ana qrupuna gəlir. Məsələn, birlər əvvəlki qruplardan hansı qruplardırsa qayıdır öz qrupuna, ikilər də eynən və başlayırlar artıq öyrəndiklərini müzakirə eləməyə. Və böyük bir mətni qısa zamanda hamı öyrənə bilir. Bu zaman dinləyib anlama, oxuyub anlama, danışma, təhlil etmə və əməkdaşlıq kimi bacarıqlar formalaşır. Daha sonra əşya və hadisələr
Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Baxın, yaradıcı və tənqidi təfəkkürün inkişaf etdirilməsinə yönəlmiş tapşırıqdır. Eyni əşya, hadisə, müxtəlif nöqteyi nəzərdən yanaşılmasını tələb edir. Necə tətbiq edilir? Şagirdlərə bir situasiya verilir və müxtəlif aspektlərdən məsələyə baxmaq tapşırılır. Məsələn, yağış yağır. Hadisəyə müxtəlif cür necə qiymətləndirilə bilər? Biri deyir ki, taksi sürücüsü sevinir, çünki müştərisi çox olacaq. Digəri deyir, pessimistlər kədərlənir, çünki havanın tutqun olması onlarda bədbinlik yaradır. Digəri deyir, çətir satanlar sevinir, müştəriləri çox olacaq. Digəri deyir, piyadalar kədərlənir, çünki yağışda islanırlar. Yəni, əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən, müxtəlif aspektlərdən baxırlar. Və şagirddə hansı bacarıqlar formalaşır? Təhlil etmək, vəziyyəti qiymətləndirmək, məntiqi tənqidi təfəkkür və dəyərləndirmək kimi bacarıqlar formalaşır. Daha sonra gəlir qərarlar ağacı. Problem həll etmə zamanı şagirdlərdə tələb olunan bacarıqlardan biri qərar qəbul etmədir. Əsasən qərar qəbul etmək bacarığı şagirdin ən vacib bacarıqlarından biridir. Bu necə olur? Hər hansı bir problemli situasiya verilir və onun üçün şagirdlər başlayır problemi həll etmək üçün yollar təklif etməyə. Və həmin təklif olunan yollar müsbət və mənfi tərəfləri təhlil edilir. Və sonda hansının müsbət tərəfi çoxdursa, həmin həll yolunu seçirlər. Ən səmərəli həll yolu seçilir. Deməli, necə tətbiq olundu? Problem müəyyənləşdirildi. Beyin həmləsi ilə mümkün olan həll yolları və ideyalar müəyyənləşdirildi. Həll yolları müsbət və mənfi tərəfləri müzakirə olunur. Seçim daralaraq 3 həll yolu saxlanılır sonda. Və sonda o 3 həll yolunun da yenə müsbət və mənfi tərəflərini müzakirə edəndən sonra biri seçilir. Və qərar qiymətləndirilir və əsaslandırılır. Şagirdlərdə hansı bacarıqlar formalaşır? Çətin vəziyyətdə qərar qəbul etmək üçün problemin bir neçə həll yolunu tapmaq, qərar qəbul edərkən səbəbləri təhlil etmək, əsaslandırmaq, ümumiləşdirmək, nəticə çıxarmaq, dəyərləndirmək, tənqidi və məntiqi təfəkkürü inkişaf elətdirmək, əməkdaşlıq, bir də komanda işinə hörmət. Daha sonra gəlir sinektika üsulu. Qədim Yunan dilində müxtəlif cinsli elementlərin birləşməsi mənasında verir, diqqətli olun. Əsasən bu üsul qrup şəklində aktivləşdirilir və stimullaşdırılır. Bu necə tətbiq edilir? Bir mövzu ətrafında müzakirə təşkil olunur və onun həll yollarını, kreativ həll yollarının tapılması təklif edilir. Problemin həll yolları müzakirə olunur. Müsbət və mənfi tərəfləri müəyyənləşdirilir. Məsələn, bir qrup, baxın burada 2 qrup olur. Bir qrup problemi irəli sürən tərəfdir, digəri də problemlərin həll yollarını təklif edən tərəfdir. Yəni 2 qrup oldu. Biri problemi irəli sürdü ki, problem budur. Digər qrup da problemin həll yollarını təklif edir. Və müzakirəni idarə edən şəxs olur ki, hər iki tərəfin fikirlərini ifadə etməyə şərait yaradır. Problemlərin həll yollarını təklif edən tərəflərin variantları müzakirə olunur. Problem olan tərəf bu yolların hansının həllində maraqlı olduğunu ifadə edir və fikri əsaslandırır. Və burada şagirddə hansı bacarıqlar formalaşır? Deməli, bildik ki, 2 qrup oldu. Bir qrup problemi deyən, digər qrupda onun həll yolunu deyən. Hansı bacarıqlar formalaşır? Məsələnin həllində yaradıcı yanaşma, problemin optimal həll yollarının seçilməsi, fikri interpretasiya etmək, başqasının fikrinə hörmət, əsaslandırma bacarığı, tənqidi və məntiqi təfəkkür inkişaf, yaradıcı təfəkkürün inkişafı, assosiyaların yaradılması və dinləmə mədəniyyəti. Daha sonra nə olardı əgər? Bu da proqnozlaşdırma cütlərlə aparılır. Şagirddə yaradıcı təfəkkürü inkişaf elətdirən üsullardan biridir. Müəllim şagirdə müxtəlif sual verir. Günəş yox olsa nə olar? Telefon olmasa nə olardı? Hadisələrin davamını söylə. Əgər belə davam edərsə, hadisə necə tamamlanar? Bu kimi suallar verilir. Sonra gəlir Freyer modeli. Freyer modeli söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunan iş vərəqidir. Əsasən bu dördbucaqlı model şəklində
bir sözü və konsepsiyanı onun, məsələn, birinci tərifini verməklə bir sözün, sonra vacib xüsusiyyətlərini sadalayırsan, sonra ona uyğun nümunə gətirirsən, daha sonra qeyri-nümunələri göstərməklə müəyyənləşdirmək imkanı verir. Frayer modeli necə tətbiq edilir? Şagirdə Frayer iş vərəqini izah etdikdən sonra müəllim oxu materialından seçdiyi söz siyahısını onlara təqdim edir. Şagirdlər bu sözləri gözdən keçirirlər. Daha sonra şagirdlərə, şagird cütlərinə bu sözlərdən biri seçib verilir və onlar bu sözün seçilmiş oxunu mətni tərkibində yenidən gözdən keçirirlər və həmin iş vərəqindəki kateqoriyalara uyğun təyin etməyə başlayırlar. Yəni, birinci onun tərifini verirlər, vacib xüsusiyyətini sadalayırlar, nümunə gətirirlər, qeyri-nümunələr göstərirlər. Şagirddə formalaşdıran bacarıq hansılardır? Əvvəlki biliklə yeni bilik arasında əlaqələndirmək, təhlil etmək, məntiqi təfəkkür, əməkdaşlıq. Məsələn, burada ədatı seçib hər hansı bir söz. Onun izahını verir ki, sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nik hissəsidir. Bu ədatın izahıdır. Və daha sonra onun xarakteri xüsusiyyətlərini yazırlar. Məsələn, sinonim xarakterikdir. Ədatların mənaca müxtəlif növləri var. Qüvvətləndirici, dəqiqləşdirici, məhdudlaşdırıcı və s. Sonra ona uyğun bir nümunə çəkirlər. Məsələn, ancaq sən ona kömək edə bilərsən, ancaq burada ədatdır. Elə mən də bunu düşünürdüm, elə burada ədatdır. Bu da olur nümunə. Sonra qeyri-nümunəvi. Antonim nə deyil? Xarakterik deyil. Yəni, buna aid olmayan xarakterik xüsusiyyəti deyir. Ayrılıqda leksik mənaya malik olmur, suala cavab vermir, cümlə üzvü olmur. Daha sonra Sinkveyn üsulu. Sinkveynin digər adı beşlik deməkdir. Yəni, burada bu üsul az sözlə ifadə olunur, amma əsas fikri müəyyənləşdirir. Məsələn, mətni oxuyurlar. Əvvəlcə mətnin məzmunu ilə bağlı bir isim qeyd edirlər. Sonra həmin ismi təyin edən iki sifət qeyd edirlər. Söylənmiş ismə uyğun 3 feil qeyd olunur. Mətnin ideyasına uyğun 4 sözdən ibarət söz birləşməsi və cümlə qeyd olunur. Sonda əsas mətni bir isimlə yenidən qeyd edirlər. Deməli, birinci əvvəlcə məzmunla bağlı bir isim. Sonra ismi təyin edən 2 sifət. Sonra ismə uyğun 3 feil. Daha sonra 4 sözdən ibarət bir cümlə. Sonra mətnin əsas fikrini bir isimlə qeyd etmək. Şagirddə hansı bacarıqları formalaşdırır? Ümumiləşdirmə, fikrin lakonik dəqiq ifadəsi, nəticə çıxarma, oxuyub anlama kimi bacarıqları formalaşdırır. Anlayışın çıxarılması. Şagirdlərin bildikləri arasında nə dərəcədə düzgün əlaqə yarada bildiklərini, bəzən keçilənlərin anlama dərəcəsini yoxlamaq üçün istifadə olunur. Bu üsul necə tətbiq olunur? Bu üsul əsasən, baxın, hər hansı bir, belə deyim, tutalım ki, bitki götürürük. Onun xarakteri xüsusiyyətləri yazılır, orta diaqram boş qalır. Siz onun xarakteri xüsusiyyətlərinə baxıb ona uyğun anlayış çıxarırsınız. Tutalım ki, nə misal göstərə bilərik? Məsələn, biliyin növlərindən bu orta hissəni boş qalsın. Bura yazaq ki, tutalım ki, terminoloji növü var, spefsik növü var. Məsələn, əzbərçi bilikləri əhatə edir. İdrak taksonomiyasını xatırlamaq mərhələsi buna uyğundur. Daha sonra çaldıran döyüşü nə vaxt baş verdi, nümunə çəkir. Siz bu xüsusiyyətlərə baxıb orta hissəni tapırsınız ki, hə, bu faktoloji biliyin xüsusiyyətləridir. Və bu şagirdlərdə hansı bacarıqları formalaşdırır? Ümumiləşdirmə, qruplaşdırma, assosiya yaratmaq, məntiqi təfəkkürü inkişaf etdirmək, müstəqil şəkildə anlayış çıxartmaq, bir də nəticə çıxartmaq kimi bacarıqları formalaşdırır. Daha sonra Karusyol gəlir. Bu, birgə öyrənməni və yoldaş qiymətləndirilməsini təmin edən iş üsullarından biridir. Sinifdəki bütün şagirdləri aktiv saxlayır, dərsə cəlb etməyə kömək edir. Bu üsul necə tətbiq edilir? Şagirdlər qruplara bölünür, sonra tapşırıq verir. Tapşırıq hər qrup tərəfindən yerinə yetirildikdən sonra iş vərəqi digər qrupa ötürülür. Karusyel formasında iş vərəqi paylanır. Qrup üzvləri onlara ötürülən iş vərəqində onlardan əvvəlcə yazılmış cavablara baxır,
ehtiyac varsa düzəliş və əlavələr edir. Beləliklə, bütün iş vərəqləri karusel kimi ötürülür. Məsələn, burada 4 dənə qrup var. Birinci qrup iş vərəqini ötürür 2-yə, 2 1-ə, üçüncü qrup 4-ə, 4 3-ə. Sonra 1 3 ötürəcək, 4 2 ötürəcək. Yəni bu formada iş vərəqləri bütün qruplara ötürülür. Məntiqi tənqidi təfəkkürü inkişaf elətdirir, müstəqil düşünmə bacarığını, ünsiyyət bacarığını, dəyərləndirmə, qarşılıqlı əlaqə, bir də ümumiləşdirmə bacarıqlarını formalaşdırır. Klaster şaxələndirmə. Burada da şagird anlayışın çıxarmasının tamamilə əksinədir. Şagird bir mövzu, hadisə, xüsusiyyət haqqında artıq mövcud biliklərini aktivləşdirir. Məsələn, diaqram verilir, bura yazıram konseptual bilik. Siz bu konseptual biliyin xarakteri xüsusiyyətlərini oxlar şəklində çəkib qeyd edirsiniz. Yəni, orta diaqram verilir və onun xarakteri xüsusiyyətlərini yazmaq lazımdır. Verilmiş əsas anlayışa aid bacarıqları qədər söz assosiyaları yaratmaq. Anlayışlar, ideyalar arasında əlaqəni müəyyənləşdirmək. Köhnə biliklərdən yerində düzgün istifadə etmək. Bilikləri sistemləşdirmək, fikirləri lakonik ifadə etmək, bir də ümumiləşdirmə kimi bacarıqları inkişaf elətdirir. Sonra gəlir müzakirə xəritəsi. Müəyyən edilmiş mövzu, məsələ və ya problem ətrafında ideyaların, informasiya təsərrüfatlarının, tənqidi təfəkkürlərinin qarşılıqlı fikir mübadiləsidir. Əsasən burada müzakirə xəritəsində bu üsuldan istifadə edərək şagirdlərdə hər hansı bir mövzu, məsələ ilə problemin ətrafında sual verilir. Məsələn, geniş spektrli sual verilir, cavablar və fərziyyələr dinlənilir, deyilənlər üçün izahlar və əsaslandırma istənilir, alternativ fikir və ideya sövq edilir, fikirləri əsas mövzuya yönəldən suallar verilir. Mövzunun sonunda əsas məqamlar, deyilən fikirlər ümumiləşdirilir, bir daha vurğulanılır və bu fəaliyyət zamanı iştirakçılar bölüşdükləri informasiyanı, fikirləri yazılı olaraq xəritə şəklində qeyd edə bilərlər. Şagirddə hansı bacarıqlar formalaşır? Proqnozlaşdırma, təhlil etmə, fikir ifadə etmə, nəticə çıxarma, məntiqi və tənqidi təfəkkür, əsaslandırma, şifahi nitq bacarıqları, dinləyib mədəniyyəti, ümumiləşdirmə kimi bacarıqlar formalaşır. BİBÖ nədir? Bilirəm, istəyirəm, biləm, öyrəndim. Əsasən mətni oxuyur, mətnə aid bildiklərini qeyd edir, sonra istəyirəm, biləm, bilmək istədiklərini qeyd edir və sonda öyrəndiklərini qeyd edir. Bu əvvəlki bilik və təcrübə ilə yeni bilik arasında əlaqə yaradır, şagirdin düşünməsini optimallaşdırır, mövzu barədə əvvəlki təcrübəni nəzərdən keçirmək və sualları formalaşdırmaq, şagirdlərin köhnə və yeni biliklərin xüsusiyyətlərini bilmək kimi bacarıqları formalaşdırır. Daha sonra gəlir akvarium üsulu. Akvarium üsulu necə tətbiq edilir? Bunu bilmək lazımdır. Diqqətlə baxaq. Əsas mövzunu müəyyən edirsiniz. Müzakirəni başlamaq üçün açıq suallar müəyyən olunur. Əgər müzakirədə mətn istifadə olunacaqsa, şagirdlər əvvəlcədən həmin mətni oxumaq tapşırılır. Akvarium özü bir daxili dairə olur, baxsanız, bir daxili dairə olur, bir də xarici dairə olur. Yəni, akvarium içərisi daxili dairə üçün şagirdlərdən 4-5 nəfər seçilir. Fəaliyyət zamanı yalnız bu şagirdlər müzakirəni təqdim etmək, yəni müzakirə etmək hüququ verilir. Daha çox şagirdin müzakirədə iştirakını istəyiriksə, sinifdə bir neçə akvarium yarada bilərik. Xarici dairənin nümayəndələrinə təlimatlar verilir. Məsələn, danışmayın, müşahidə aparın, müzakirə mövzusu ilə daxili dairənin fəaliyyəti haqqında qeydlər götürün. Yəni, xarici dairə daxili dairəni diqqətlə dinləyir, onların işlərinə fikir verir. Fəaliyyət yeni tətbiq edildikdə fasilitatorluğu siz edin. Artıq şagirdlər bu fəaliyyəti rahat yerinə yetirirlərsə, fasilitator şagirdlər arasından seçmək olar. Fasilitator müzakirədə çox iştirak etmir. Onun əsas vəzifəsi suallar verərək müzakirənin davam etməsini təmin etmək, daxili dairədə hər bir şagird üçün fikir bildirmək imkanı yaradır. Strategiya ilk dəfə tətbiq olunduqda
Kiçik yaşlı şagirdlər işlədikdə sualları əvvəlcədən verilən mətnə əsasən tərtib edin. Burada açıq sualların çox geniş, mətndən kənar çıxmamasına diqqət yetirmək lazımdır. Vaxt aşırı xarici və daxili dairədəki şagirdlərin yerini dəyişmək olar. Şagirdlərin yaşından asılı olaraq müzakirəni 15-20 dəqiqə ərzində apara bilərik. Akvariumdan sonra şagirdlər müzakirə haqqında öz fikirlərini bildirir. Bunun üçün fasilitator əvvəlcədən hazırlanmış şagirdlərə suallara şagirdlərlə müraciət edə bilər. Mövzunun müzakirəsi zamanı sən nə müşahidə etdin? Müzakirə zamanı eşitdiyin və sənin fikrinlə üst-üstə düşən fikirlərdən biri hansıdır? Razılaşmadığın fikirlərdən biri hansıdır? Suallar elə tərtib olunmalıdır ki, bu suallar ətrafında müzakirə zamanı şagirdlər mövzunu tam anlamış olsunlar. Bu da oldu akvarium üsulu. Daha sonra indisent üzərində iş var. Əsasən bu real olmuş həyatı hadisələr üzərində problem həll etmə bacarığıdır. Şagirdlər kiçik qruplara bölünür və indisentlər təqdim olunur. Onlardan tətbiq olunan hər bir yol üçün plan fikirləşmək tələb olunur. Yəni problemli situasiya verirsiniz real həyatla bağlı. O problemli situasiyanın həll yolunu dedikcə plan fikirləşirlər ki, hə bu planla mən bu problemi həll edə bilərəm. Şagirddə hansı bacarıqlar formalaşır? Problem həll etmə, məntiqi tənqidi təfəkkür, qiymətləndirmə, fikir ifadə etmə, əsaslandırma və nəticə çıxarma bacarıqlarını formalaşdırır. Daha sonra 3-2-1 üsulu əsasən burada mövzu ilə bağlı 3 məlumatı yazır öyrəndiyini. Ona qaranlıq gələn 2 məqamı qeyd edir, yəni maraqlı gələn, hələ də maraqlandıran bir sualı qeyd edir. Və şagirddə hansı bacarıqlar formalaşır? Köhnə biliklə yeni bilik arasında əlaqə yaratmaq, qeyd götürmək, sual formalaşdırmaq, tərtib etmək, münasibət bildirmək kimi bacarıqları formalaşdırır. Sonra insert metodu bu işarələr sistemidir. Əsasən yeni dərsi oxumazdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. 5 dəqiqə ərzində şagirdlərdən mövzu ilə əlaqədar bildiklərini yazmağa xahiş edir. Müəllim bildirir ki, ola bilər sizin yazdığınız dəqiq deyil, amma yenə də yazın. Şagirdlər bildiklərini alt-alta siyahıda yazırlar. Sonra mətn paylanılır və şagird mətnin əsas ideyasını oxuyur. Oxuyub bitirəndən sonra işarə qoyur. Öz yazdıqlarını, əvvəl yazdıqlarını işarə qoyur. Məsələn, əvvəl bildiyimiz məlumatı təsdiq edən informasiyadırsa V işarəsi qoyur. Oxuduğunuz informasiya əvvəl bildiyinizin inkarıdırsa minus. Rast gəldiyiniz informasiya sizin üçün təzədirsə plus. Haqqında əlavə məlumat almaq istədiyim məsələ varsa, qarşısında sual işarəsi qeyd olunur. Hansı bacarıqlar formalaşır? Qeyd götürmə, oxuyub anlama, tənqidi və məntiqi təfəkkürü inkişaf elətdirir. 4-1KH üsulu əsasən buna Kipling metodu da deyilir. Əsasən bu üsul Kipling metodu, bu da sual-cavab texnikasıdır. Əsasən burada buna niyə 4-1KH deyilir? Baxın, niyə, nə vaxt, necə? 4 dənə N hərfi var. Kim? Bir dənə K hərfi var. Harda? Bir dənə H hərfi var. Oldu 4-1KH üsulu. Hansı suallara cavab verir? Nə, niyə, nə vaxt, necə, kim, harada? Əsasən bu üsulun üstünlükləri nələrdir? Yaradıcı düşüncəni aktivləşdirir, yeni fikir formalaşdırır. Metod bir problemi təhlil etməkdə, fərqli yanaşmaları nəzərdən keçirməklə yeni həll yollarını tapmaqda faydalıdır. Hər hansı işə başlamazdan əvvəl hazırlıq ya qərar vermə mərhələsinin əhəmiyyətlidir. Tədqiqat layihələrində bir çox problemlərin həll edici, yaradıcı düşüncəni stimullaşdırır problemlərin həllində. Daha sonra var simulyasiya, bir də rollu oyun. Simulyasiyada özümü canlandırıram. Rollu oyunda hər hansı bir baş obrazı canlandırıram. Əsasən burada, məsələn, əsər oxuyursunuz, əsərdə hər hansı bir obrazı canlandırırsınız. Bu rollu oyundur. Amma simulyasiyada
özünü canlandırırsan. Birinin bir növdə təlim simulyasiyasıdır. Məsələn, şagirdə deyirsən ki, müəllim şagird rolunu oynayır. Sən müəllim olsaydın necə davranardın? Artıq bu simulyasiyadır. Özü müəllim olsaydı necə davranardı, onlar edir. Və ya sən həkim olsaydın necə davranardın? Bu da simulyasiyadır. Amma rollu oyunda mütləq mətn olmalıdır, əsər olmalıdır. Oradakı obrazın roluna girməlisən. Rollu oyun budur. Və şagirddə hansı bacarıqları formalaşdırır? Rola girmək və rolunu ifadə etmək, tənqidi yaradıcı təfəkkürü inkişaf elətdirmək, əməkdaşlıq, idarə etmə və öyrənmə bacarıqlarını formalaşdırır. Daha sonra gəlir düşün, cütləş, bölüş, paylaş. Bu necə tətbiq olunur? Şagirdlərə mövzu ilə bağlı sual və tapşırığı təqdim edilir. Hər bir şagird tapşırığı fərdi şəkildə, birinci fərdi şəkildə yerinə yetirirlər. Bu düşün mərhələsidir. 1-5 dəqiqə vaxt verilir. Vaxt bitdikdən sonra şagirdlər işlərini cütlərlə müzakirə edir. Artıq cütlərləyə keçir. Bu artıq cütləş mərhələsidir. Cütlərlə iş bitdikdən sonra şagird kiçik qruplarla müzakirə etməyi tapşırılır. Bu da bölüş mərhələsidir, kiçik qruplarla. Bölüş mərhələsi bitəndən sonra bütün siniflə müzakirə olunur. Bu da paylaş mərhələsidir. Deməli, burada fərdi iş üsulu, cütlərlə, qrupla, bir də siniflə iş üsullarından istifadə olundu. Daha sonra qartopu texnikası var. Bu necə tətbiq olunur? Yenə mövzu və tələb olunan məlumatlar şagirdə təqdim olunur. Şagirdlər verilən məlumatları fərdi formada nəzərdən keçirirlər 10-15 dəqiqə. Ehtiyac olduqda şagirdlərə faktları təşkil etməkdə kömək edilir. Şagird faktları, fikirləri və cavabları başqa bir şagird ilə bölüşməyə 5 dəqiqə ərzində müzakirə etməyə izah verir. Məsələn, fərdi şəkildə düşündü, fərdi iş forması. Sonra yanındakı şagirdlə cütlərlə iş formasında başlayırlar onu müzakirə etməyə. Cütlərlə fikirləri müzakirə etdikdən sonra bir kiçik qrup digər qrupla birləşir. Əsasən, məsələn, 2 nəfər idilər, bu birinci 1 nəfər olur fərdi. Sonra cütlərlə də bu 2 nəfər olur. Parta yoldaşları biri-biri ilə müzakirə aparırlar. Sonra bu 2 nəfər digər 2 nəfərlə birləşir parta yoldaşı ilə. 4 nəfərlik bir qrup yaranır. Sonra bu 4 nəfərlik qrup digər qrupla birləşib 8 nəfərlik qrupu meydana gətirir. Və bu proses 8 nəfərlik digər 8 nəfərliklə birləşənə qədər davam olunur. Nəhayət bütün sinif şəklini alır və bütün sinif müzakirəyə qoşulurlar. Və burada şagirddə hansı bacarıqlar formalaşır? Əməkdaşlıq, tənqidi və məntiqi təfəkkür, ümumiləşdirmə, bir də qruplaşdırma kimi iş üsulları formalaşır. Daha sonra mən kiməm? Bu daha çox obrazçılar, yazıcı, şair, əlimlər, alimlər, ixtiraçlar, tarixi şəxsiyyətlər haqqında bilikləri əyləncəli və interaktiv yolla yoxlayan bir üsuldur. Məsələn, şagird alnına yapışdırılır ki, mən kiməm? Başlayır sual verməyə. Mənim kəşfim varmı? Mən şairəmmi? Mən fizikəmmi? Mən müsbət obrazammı? Siz də ona hə, yox cavabları verirsiniz. Və şagird özünü, məsələn, kim olduğunu müəyyən edənə qədər. Burada da sual vermək bacarığı, bir də köhnə və yeni bilik arasında əlaqələndirmə bacarığı formalaşır. Sonra gəlir debat iş üsulu. Debat əsasən özündə hər hansı bir mövzunun formal müzakirəsini ehtiva edir. Lakin bu digər müzakirələrdən onunla fərqlənir ki, şagirdlər fikirlərinə görə qruplara bölünürlər. Məsələn, debat arqument, əsaslandırma, tənqidi yanaşma tələb etdiyi üçün məntiqi riyazi təfəkkürlü şagirdlər bu üsulu çox sevir. Necə tətbiq olunur? Debatda bir komanda, yəni qrup, fərziyyəni təsdiq edən, digər qrup isə bunu təkzib edən qrupdur. Yəni bir qrup təsdiq edir, arqumentlər gətirə-gətirə. Digər də onu əleyhinə çıxır, yenə arqumentlər gətirirlər. Və burada şagirddə hansı bacarıqlar formalaşır? Sual vermə, tərtib etmə, qərar qəbul etmə, mövzunu araşdırma, əsas anlayışlarla iş, dinləyib anlama, natiqlik məharəti, nəticə çıxarma, təhlil etmə, ümumiləşdirmə, əsaslandırma və arqumentlərlə iş. Tədrisdə debat şagirdə nə qazandırır? Müstəqil və ya komanda şəklində araşdırma, auditoriya qarşısında sərbəst çıxış etmə, məntiqi tənqidi təfəkkürün inkişafı, fikri düzgün və əsaslandırılmış çatdırma bacarığı,
inandırma və təqdim etmə bacarığı. Debatda riayət edilməli əsas tələblər hansıdır? Öyrənməyi öyrətmək, yəni hər bir mövzu araşdırılır və bu mövzu haqqında informasiya tələb olunur. Aydınlıq, deyilən fikri sübutu aydın və sadə dildə söylənmək. Düzgünlük, inandırmaq, üstün gəlmək naminə yanlış sözlərdən istifadə etməmək. Hörmət, qarşı tərəfə hörmət etmək. Əsaslandırma, gətirilən arqumentlər fikrin əsaslandırılmasına xidmət etməlidir. Bir də natiqlik, fikir təsirli olmalıdır, inandırıcı olmalıdır və aydın olmalıdır. Əsasən, debatda hansı bacarıqlar ola bilər? Baxın, bircə işləmək bacarığı formalaşdırmaq olar, fərdi nitqlər yazın bacarığı, sübutlarla təhlil edin, hər iki tərəf üçün arqumentlər hazırlamaq, təqdimatlar hazırlamaq və s. Sonra gəlir bulum kubu. Bulum kubu özündə hansı sözlər, yəni bulum kubdur da, kub formada. Üzərində sözlər yazılır. Məsələn, adlandır, izah et, tətbiq etmə, nə üçün, özünü ifadə etmə, yenisin yarat. Əsasən suallar təsnif olunur. Yəni burada şagird başlayır adlandırmağa. Birinci adım verir, adlandırır, sonra izah edir, sonra onu nümunə gətirərək tətbiq edir. Nə üçün arqumentlərə əsaslanır. Daha sonra özünü ifadə edir və yenisini yaradır. Şagirddə hansı bacarıqlar formalaşır? Meyar çıxartmaq, müqayisə etmək, əsaslandırmaq, sual tərtib etmək, inteqrasiya etmək, təhlil etmək, məntiqi tənqidir, yaradıcı təfəkkürü inkişaf elətdirir, məsələyə müxtəlif cəhətlərdən nəzərə salmaq. Bir də yadınızda saxlayırsınız. Debatdır, üstə gələk tənqidi təfəkkürdür, üstə gələk dəyərləndirmə mərhələsidir. Bir də emosional taksonomiyadan təşkil etmə. Bunlar, yəni debatla dəyərləndirmə hər zaman bir istifadə olunur. Dəyərləndirmə mərhələsində, tənqidi təfəkkürdə, emosionalın təşkil etmə mərhələsində istifadə olunan üsul debat üsuludur.